Кайчан соң безнең каршыбызга шушы мәсьәлә килеп баса? Дини белем аерым. Шул вакытны кайчан безнең галимнәребез күрәсең дини белемне саклап калыр өчен махсус фақат дини белем белән генә шөгыльләнә башладылар. Икенчедән, элекке вакытны дин мәсьәләсе ул хөкүмәтнең алып бару кануны иде. Мәсәлән, әгәр дә вакытны имамнарны карасаң, ул бер административный bir işçi bulgan, fakih, dinni anlauşu fakihlar, alarında yuristlar bulganlar, qazilar, indi alar sudiyalar bulganlar, özünün maxsus iş haqları bilen, hem de indi derecesi bilen. Eğer de elikki vaqtda kişi dini bilimni alam degen vaqtda ol maxsus ninde olsa kitaplardan okuyup, anlarsa meşitte gene oturup bulmagan, kündəlik anı durmuşunda bulgan işi bilen, indi ol beyli bulgan, koysan ol maxsus iş haqında algan. Hazırki vaqtda biz dini işlerimizden hem de bilimlerimizden fayda, maddi yoqdan fayda ko'ra almagaç, biz bu vaqtda balalarımızı fakat dünyavi bilimlerge kiritib jiberamiz. Dini bilimni, beş vaqt namazını, orazanın ma'nasin alarga bermişe. Neticesinde kişiler oylaylar, eğer de kişi din bilimi alsa, ul fakir bulaşaq, ul miskin bulaşaq. An rizığı bulmayacaq. Bir yoqdan sözləri dürüstür də. Əgər də kişi səudə məsələsini irənsə, əgər də irənsə binalar tüzürgə, əgər də tıbb məsələsi, yəni vrachebni delini irənsə, tabiblikqa oxub çıxsa, anın iş haqqı da bula, anın turmuşu da küylənən bulacaq. Lakin də din məsələsində, əgər də biz qarasaq, din bu əybirlərinin bütünüsün öz işine ala. Dini hadisler var. Nişik Peygamber sallallahu aleyhi ve sellem indi jir işkartuda, anın saudesinde hem de soğuş meselesinde barşasına özüne qarata bir qagidələrin salıp qalırdı. Hem de biz eğer de dini meseleye qarasaq, din ol bir qaşında dünyavi bilimlerden şitten bulmadı. Fakat şul vaqtına biz şitte bulup durabız, qaşan dünyavi bilim sebebinden Allah'ını yok, peygamber bulmadı, hem de vahiy inmedi. Ul fakat indi gadi kişi buldu degen rövüşte gine, indi dinige karşı çıkan sözler gine bulgan vaqtda gine biz aytamiz bu dini mesele tugil deb. Allah subhanahu wa taala bizge dinimizni de, indi dünyavi ilmimizni de birgelep alıp barılga nasiplardan ilesin. Dünyavi bilim aşağı dinimizni işki məğnələrin, Allah'ın büyüklüğün hem de dünyanın maturluğun koruyan nasiplardan ilesin. İmanımız şu sebepten kuvvetli olsun inşallahu teala. Fakat dini bilimine öğrenip, indi dünyavi bilimlerden şitten de buludan Allah Teala özü saklasın. Fikrimiz kim olsun inşallahu teala. Dünyamız hem de dinimiz bir tegiz alıp parılsın. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.